Dostlar salam. Növbəti məntiq testimizi həll edək. Sual işarəsinin yerinə uyğun gələn fiquru tapın. Baxırıq ki, bizə 8 bucaqlı verilib və 8 bucaqlı 8 bərabər hissəyə bölünüb. Və hər hissə ağ və qara rənglə müxtəlif formada rənglənib. Və biz bu hissələr arasında qanun uyğunluğu müəyyən edəcəyik. Sual işarəsinin yerinə uyğun gələn variantı tapmağa çalışacağıq. Bu tip testlərdə ilk öncə qarşı-qarşıya olan fiqurlar arasında qanun uyğunluğu müəyyən etməyə çalışaq. Əgər o alınmasa, onda bir fiqurun kənarındakı fiqurla müqayisəsini edəcəyik. İlk öncə baxaq qarşı-qarşıya olan fiqurlardan birinə. Baxırıq ki, bu fiqurda ağ hissədir üçbucaq, bir də paxlava formalı uc tərəfdə ağ hissədir, qalan hissə isə qara rəngdədir. Amma onun qarşısındakı fiqura baxırıq. Diqqətlə görsək, görərik ki, bu tip testlərdə də ən çox ağ hissənin yerinə qara hissə olur, qara hissənin yerinə ağ hissə olur. Amma baxırıq ki, bu uyğun deyil bir-birinə. Növbəti birinə baxaq. Bu hissədə baxsaq, görərik ki, bura ağdır, bura qara, düzdür. Amma bu hissə qaradır və sonra 2 üçbucaq ağ yaranır, oturacağında üçbucağın. Amma burada bu fiquru tamamlamır. Yəni, bunun ağ hissəsi burada qara, bunun qara hissəsi burada ağ deyil. Sonra kənarlarına baxaq. Diqqətlə baxsaq, bu hissədə görərik ki, bu hissə qaradır və bu hissə ağdır, bu hissə də ağ-ağdır. Və kənarındakı 8 bucağının bu hissəsi isə bunun qara hissəsi ağdır, ağ hissəsi qaradır. Qara hissəsi ağdır, ağ hissəsi qaradır. Gördüyümüz kimi, bu fiquru kənarındakı, sol tərəfindəki fiqur tamamladı. Növbəti birinə baxırıq. Burada isə uc tərəfdə qara paxlava rəngdə bu hissə, sonra ağ, sonra isə qara üçbucaqdır. Və gördüyümüz kimi kənarında da qara hissə yerinə ağ, ağ hissə yerinə qara, qara hissə yerinə ağdır. Və fiqurumuz tamamlanır. Növbətiyə baxırıq. Bir paxlava formalı qara və sonra isə paxlava formalı fiqur, amma yarısı düşüb qaradır. Kənar hissələr isə ağdır və sağ tərəfindəki fiqura baxırıq. Gördüyümüz kimi burada ağ hissələr qara, qara hissələr isə ağ rəngdədir. Deməli, bizim də sual işarəsinin yerinə olacaq fiqur, onun sol hissəsində olan 8 bucağının bu hissəsi ilə uyğunluq təşkil edəcək. Yəni, bunun qara hissəsi sual işarəsinin yerinə olacaq fiqurun ağ hissəsi isə qara hissəsi olacaq. Baxırıq ki, uc hissədə bir ağ üçbucaq var. Deməli, sual işarəsinin yerinə olacaq da qara üçbucaq olacaq. Baxırıq ki, bu paxlava formalıdır, A variantı çıxır. B variantında qara üçbucaqdır, düzdür. C variantında ağ üçbucaqdır, səhvdir. Paxlava formalıdır, səhvdir. Paxlava formalıdır, səhvdir. B variantı uyğun gəlir və sona qədər məsələmizi həll edək. Sonra isə oturacaq tərəfdə də 2 ağ üçbucaq var və bizim sual işarəsinin yerinə olacaq fiqurda qara üçbucaq olacaq və gördüyümüz kimi 2 qara üçbucaq var. Və qalan hissə isə qara rəngdədir. Sual işarəsinin yerinə olacaq fiqurda da ağ rəngdə olacağına görə B variantı düzgün cavab oldu. Dostlar, testlə bağlı hər hansı suallarınız olarsa, yorumlarda yazın, tezliklə cavablandıracağım. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.